Qasım bəy, mən sizi salamlayıram. Nərmin xanım, mən də sizi salamlayıram. Bugünkü vəkil mediator söhbətgahında düşünürəm ki, maraqlı müzakirələr olacaq. Bəli, mən də elə düşünürəm və bugünkü əslində mövzumuzun əsas məqsədi ondan ibarətdir ki, biz bugün vəkil və mediator anlayışlarını bir-birindən fərqləndirəcəyik. Bu iki peşənin bir-birinə oxşar və fərqli tərəflərini bilməyən vətəndaşlarımız üçün açıqlayacağıq. Ümumiyyətlə də çox vaxt qarışdırılır. İstər mediasiya proseslərində mediatora vəkilliklə bağlı sual gəlir və ya tam tərsinə. O baxımdan düşünürəm ki, bu müzakirə ən azından müəyyən sualların cavabını tapılmasında faydalı olacaq. İlk öncə gəlin mediator anlayışından bir başlayaq, daha sonra keçək vəkilə. Olar. Nərmin xanım, onda sual verək. Mediator kimdir? Mediator kimdir? Mediator tərəflər arasında yaranan mübahisələrin həllində neytral bir rol oynayan vasitəçidir. Hansı ki, onlara danışıqlar prosesində köməklik göstərir və onların ortaq məxrəcə gəlməyində onlara yardımcı olur. Vəkil kimdir? Vəkil kimdir? Sualına cavab versək, vəkillər kollegiyasının üzvü olan peşəkar hüquqşünaslardır. Vəkillər qanuna nəzərdə tutulmuş hallarda vətəndaşlara yüksək keyfiyyətli hüquq xidmətləri göstərən bir şəxsdir. Bu hansı hallardır? Cinayət işlərində təqsirlənilən şəxsin və şübhəli şəxsin hüquqlarının müdafiə olunmasında və inzibati xətalar icraatında, inzibati xətaya dair icraat aparılan şəxslərə hüquqi dəstək yalnız vəkillər tərəfindən həyata keçirilir. Mülki icraatda isə ali məhkəmələr kassasiya və əlavə kassasiya icraatlarında, eləcə də pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı konstitusiya icraatında vətəndaşlar yalnız vəkillə təmsil olunduqda bu proseslərdə iştirak edə bilərlər. Yəni bu nöqteyi nəzərdən vəkil konstitusiyamızda da nəzərdə tutulmuş qaydada insanların yüksək keyfiyyətli hüquqi xidmət, hüquqi yardım almasını həyata keçirən peşəkar şəxslərdir. İndi vəkil, əslində mən onu da sizə də sual verəcəm, amma birinci mən deyim. Yəni vəkil, hər hüquqşünas vəkil deyil, amma hər vəkil hüquqşünasdır. İstənilən bir hüquqşünas vəkil olmaq üçün ilk öncə bir test imtahanına daxil olur. Hansı ki, deyərdim ki, hüquq sahəsində ən çətin imtahanlardan birisidir. Belə ki, suallar demək olar ki, qanunvericiliyin bütün sahələrindəki məsələləri özündə ehtiva edir və kifayət qədər çətin bir imtahandır. Həmin imtahanı keçəndən sonra, o da test imtahanı ən azı 60 bal yığmaq lazımdır. Bununla iş bitmir. Ondan sonra vəkillər kollegiyasının ixtisas komissiyası tərəfindən həyata keçirilən şifahi bir imtahan var. Hansı ki, orada vəkillər var, hüquqşünas alimlər var və hakimlər var. Həmin o imtahan komissiyasının üzvləri arasında. Ayrıca həmin imtahandan yaxşı bal almaq lazımdır. Yenə iş bitmir. Bu dəfə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunur həmin şəxslər, yəni vəkil namizədləri. Həmin icbari təlimi də uğurla keçdikdən sonra vəkil namizədi hüquqşünaslar vəkil olmağa, vəkillər kollegiyasına müraciət etmək haqq qazanırlar və vəkil andı içib beləliklə vəkil olurlar. Yəni indi bu proseslərə baxanda məhz görsənir ki, təsadüfi deyil ki, yüksək keyfiyyətli hüquq xidmətləri, hüquqi yardımlar məhz bu peşəkarlar tərəfindən həyata keçirilir deyəndə həqiqətən də bu şəxslər peşəkarlığı və bu keçdikləri bu imtahan prosesi göstərir. Və indi bu məqamda mediator nə edir? Yəni mediatoru necə seçirik? Mediatorlar bəli, necə seçilir? Yəni elə burada da vurğulamaq istəyirəm ki, mediasiya peşəsi vəkillik peşəsindən ayrılır. Həm mediator üçün təşkil olunmuş Mediasiya Şurası tərəfindən və Ədliyyə Akademiyasının birgə təşkil etdiyi baza təlimləri keçirilir mediatorlar üçün. Daha sonra həmin təlimləri başa vurduqdan sonra imtahan təşkil olunur, şifahi imtahan mərhələsi və o şifahi imtahan mərhələsindən keçə bilən şəxslər mediatorlar ola bilirlər və mediator kimi fəaliyyətə başlayırlar. Hansı ki, mediatorlar, hüquqşünaslar, bəli, mediator ola bilərlər. Ancaq bütün mediatorlar hüquqşünaslardırmı? Xeyr. Mediatorların sırasında sizin kimi vəkillərimiz, dəyərli vəkillərimiz də var. Qeyri-hüquqşünaslar, başqa ixtisaslardan olan şəxslər də mediator kimi fəaliyyət göstərə bilərlər. Yəni bir mühəndis də mediator ola bilər. Bəli, ola bilər.
əsas odur ki, imtahanı müvəffəqiyyətlə başa vursun və mediasiya haqqında Azərbaycan Respublikasının qanun tələblərinə cavab versin. Nəm xanım, bu məqamda mən yadımdan çıxdı deyim elə. Vəkil o imtahana müraciət eləmək üçün vəkillər ən azı 3 illik bir hüquq stajı olması lazımdır. Vəkillik ilə bağlı imtahana iştirak edə bilmək üçün ya da 3 il ərzində hüquq sahəsində bir elmi pedaqoji fəaliyyətlə məşğul olması lazımdır. Bəli, mediasiyada da belə bir qanunda tələb var. 25 yaşına çatmış hər bir şəxs 3 il stajı olmalıdır ki, mediasiyaya qoşula bilsin, mediasiya şurasına üzv ola bilsin, həmin imtahanlarda iştirak edə bilsin. Qasım bəy, sizə belə bir sual vermək istəyirəm. Bir vəkil həm müdafiə etdiyi tərəfin, həm qarşı tərəfin eyni zamanda vəkili ola bilərmi? Çox maraqlı sualdır. Məntiqlə də desək, qanunla da desək bu mümkün deyil. Çünki o bəzən olur bir işdə bir neçə tərəf ola bilər, yəni bir neçə şəxs ola bilər. Əgər o şəxslər arasında maraqlar toqquşması varsa, mənafeləri bir-birinə ziddirsə, onda vəkil sözsüz ki, belə bir yəni hər iki tərəfə hüquqi dəstək göstərə bilməz. Bu həm də vəkillərin davranış qaydalarıyla bağlı əsasnaməsində də açıq şəkildə nəzərdə tutulub. Hətta bəzən bir neçə variant ola bilər. Belə deyək, tutaq ki, vəkil vaxtilə eyni işlə bağlı kiməsə hüquqi dəstək göstərib, indi digər tərəf gəlir ona müraciət eləyir ki, bəs mənə köməklik göstər. Artıq eyni işlə bağlı, eyni tərəflər arasında bir eyni mübahisədə vəkil digər tərəfə sözsüz ki, xidmət göstərə bilməz. Bu bir məsələ. İkinci tərəfi artıq mübahisə tutaq ki, məhkəmədədir. Məhkəmədə vəkil həm o tərəfə, həm bu tərəfə sözsüz ki, yenə iştirak edə bilməz. Belə hallar ola bilərmi? Bəlkə də var. Və bu halda əgər hüquqları pozulan şəxslər mütləq şəkildə vəkillər kollegiyasına, rəiyyət heyətinə şikayətlə müraciət etməlidirlər ki, vəkil əsasnamənin nəzərdə tutulmuş qaydalarını pozub. Mən bu sualı sizə niyə görə verirəm? Çünki bizdə təcrübədə belə bir hallar olur ki, tərəflər könüllü şəkildə gəlirlər, ailə mübahisələrində daha çox rast gəlirik. Bizdən soruşurlar, təbii ki, biz onlara hüquqi məsləhət verə bilmirik ki, bir vəkillə biz məhkəmədə təmsil oluna bilərikmi? Yəni qarşılıqlı razılaşma var. Yalnız nigahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəklər, ancaq məhkəmədə özləri iştirak etmək istəmirlər və onlar qarşılıqlı razılıqla düşünürlər ki, bir vəkillə məhkəmədə təmsil olunsunlar. Yəni mən təmsil olunma bu mümkün deyil. Mümkün deyil. Bu məqamda maraqlı bir sual elə indi ağlıma gəldi. Bəs mediasiyada mediator prinsipə iki tərəfə də xidmət göstərir. Bəs onu necə edirsiniz? Əslində mediasiya peşəsi ilə vəkillik peşəsi bir-birindən çox fərqlənsə də, oxşar tərəflərdən, yəni mən də çıxış etməyə çalışıram. Mediasiya prosesində mediator heç bir tərəfə xidmət göstərmir. Hər iki tərəfə sadəcə olaraq neytral yanaşma ilə hər iki tərəfin maraqlarının üzəri çıxarılmasında onlara yardım edir, köməklik göstərir. Yəni mediatorun bir növ vəzifəsi tərəflərə eyni qaydada, eyni şəraitdə, eyni zaman vaxtı ayırmaqla onlara mediasiyada yardım göstərmək, problemlərini həll etməkdə, köməklik göstərməkdə bir vasitəçi rolu oynamaqdan ibarətdir. İndi misal üçün belə deyək də, o bayaq dediniz, iki tərəf də razıdır. İki tərəf də razıdır. Mediatora deyir ki, bəs hüquqşünassınız, iddia ərizəsinin yazılmasına mənə köməklik edin. Yəni siz də köməklik etməyəcəksiniz, Nərmin xanım? Baxın, mən hüquqşünas mediatoram və mən mediasiya prosesində hüquqşünaslıq ixtisasımı istifadə etmirəm. Hüquqşünas kimi fəaliyyət göstərmirəm. Mən mediasiya prosesində yalnız mediator kimi çıxış edirəm və ona görə də mən onlara heç bir hüquqi yardım göstərə bilmərəm. Bu mediasiya prosesi ərzində. Bəli, prosesdən sonra da göstərə bilmərəm. Bu bizim prinsiplərə, mediasiya haqqında qanunvericiliyi nəzərdə tutduğu prinsiplərə ziddir. Çünki bir hüquqşünas apardığı mediasiya prosesinin həmçinin onlara hüquqi dəstək verə bilməz. Eyni başqa tərəflərə. Başqa dəstək göstərə bilərmi? Misal üçün mediator, psixoloq mediatorlar da var da, misal üçün. Xeyr. Mediasiya prosesi zamanı yalnız mediasiya xidməti göstərilir.
Yəni başqa heç bir nə psixoloq kimi, nə hüquqşünas kimi, nə vəkil kimi heç bir onlara xidmət göstərilmir. Belə bir şey baş versə nə olacaq onda? Vətəndaş nə etməlidir? Zaten bizdən bəzən bu bizim bugünkü dialoqumuzun da elə əsas səbəbi biri ondan ibarətdir ki, prosesə gələn tərəflər bizdən çox vaxtı hüquqi yardım istəyirlər. Yəni bizdən hüquqi məsləhət istəyirlər, məhkəmə perspektivi haqqında soruşurlar və biz onlara başa salırıq ki, bu mümkün deyil. Yəni bizim buna ixtiyarımız yoxdur, bu bizim prinsiplərimizə ziddir. Çünki biz neytral bir şəxsik, biz sadəcə bir vasitəçiyik ki, siz probleminizi mediasiyada həll edə biləsiniz. Biz onlara təklif edirik ki, bütün hüquqi məsələlərlə bağlı suallarınızı hüquqşünas və vəkillərlə məsləhət edə bilərsiniz. Konkret bir vəkil göstərirsiniz, yoxsa necə? Xeyr, o bizim prinsiplərimizə ziddir. Biz heç bir vəkil məsləhəti verə bilmərik. Aydındır. Onda daha bir mediasiya ilə bağlı belə bir daha bir məqam gəlir. Tutaq ki, bir vətəndaş düşünür ki, mediator bu qaydaları pozub. Onda harasa şikayət edə bilər. O qanunda necə nəzərdə tutulub? Yəni vətəndaş onu nə etməlidir? Bu barədə Mediasiya Şurasına şikayət edə bilər öz ərizəsi ilə və Mediasiya Şurasının intisam komissiyası bununla bağlı əlaqədar təbii ki, bütün sorğulara baxır və öz rəyini bildirir, araşdırmalar aparır və öz rəyini bildirir. Təşəkkür edirəm. Qasım bəy, mediatorlar qərəzsizdir. Qərəzsizlik bizim prinsiplərimizdən, xüsusilə də əsas prinsiplərimizdən biridir. Nədir qərəzsizlik? Qərəzsizlik deyəndə mən onu nəzərdə tuturam ki, baxın, mediasiya prosesi zamanı biz heç bir tərəfin mövqeyini üstün tutmuruq. Heç bir tərəfin hüquqlarını müdafiə etmirik. Hər iki tərəfə bərabər yanaşırıq. Neytral bir mövqedə dururuq. Yəni qərəzsizlik bizim başlıca prinsiplərimizdən biridir. Onda məndə o sual yaranır. Siz görürsüz ki, mediasiyada belə yüngülvari bir toxunuş eləsəz, tərəflər barışacaqlar da, belə deyək, barışdıracaqsınız. Amma bir yandan da baxırsınız ki, bu sizin neytrallıq düşüncənizə tərsdir. Yəni belə də o balansı saxlamayacaqsınız. Onda hərdən birdən qaydalara qoymaq olar kənara, yoxsa? Təbii ki, bu heç bir halda olmamalıdır. Biz peşəkar mediatorlar tərəflərə suallar verməklə, onların maraqlarını, istəklərini üzə çıxarmaqla, onların problemlərinin əsasında duran səbəbləri ortaya çıxarmaqla biz onlara köməklik göstəririk ki, onlar öz problemlərini kənardan görə bilsinlər. Özləri görməlidir. Özləri problemlərini orada həll etməlidir. Özləri qərar verməlidir. Yəni yol göstərmirsiniz də, yəni belə eləsəz daha heç bir halda mediator məsləhət verə bilməz, yol göstərə bilməz. Sadəcə olaraq doğru suallar verməklə, onların əsl istəyini üzə çıxarmaqla onlara köməklik göstərir. Aha, onda burada biz vəkillikdə bu məsələ biraz fərqlidir. Mən onu soruşacaqdım sizdən. Vəkillikdə bəs necə? Məsələn, siz bir tərəfin mövqeyini qoruyursunuz və onun mövqeyini qorumaq naminə digər tərəfə qarşı qərəzsiz olursunuzmu? Səmimi deyim ki, mən elə digər tərəfə elə qərəzliyəm. Qərəzli olursunuz. Çünki burada vəkillər öz müştərilərinin maraqlarını qanun çərçivəsində və qanunun imkan verdiyi o belə deyək, sərhəd daxilində, real imkanlar daxilində müştərisi maraqları naminə nə əldə edə bilər, vəkil ona çalışır. O bəzən, hətta bizim vəkillərin fəaliyyətlə bağlı əsasnamədə də, davranış qaydalarına bağlı əsasnamədə də qeyd olunur. Vəkil daim işin perspektivi, bu mübahisənin və ya belə deyək, vətəndaşın bizə bir sifariş verir də, bir hüquqi məsələ ilə bağlı bir sifariş verir. Həmin o sifarişin icrası ilə bağlı bütün alternativ yolları öz müştərisinə göstərir və bəzən ola bilər ki, o müştərisinin mənafeyi imkan verir ki, biz tutaq ki, məhkəmədən kənar, mediasiyada və mediasiyada yox, notariusda barışıq əldə edək, yəni barışıq sazişinin bağlanmasına xidmət edək. Bəzən də tam tərsinə, əgər vəkil olaraq mən düşünürəm ki, mənim müştərimin maraqlarını mən məhkəmədə daha çox təmin edə bilərəm və sözsüz ki, mən o halda mənim seçimim məhkəməyə getməkdir və müştərimin maraqlarını orada maksimum təmin etmə imkanı varsa ona nail olmaqdır. Digər tərəfə qərəzsiz
ola bilmərəm mən. Yəni çünki burada mənim əsas bir maraqlar toqquşması var. İki tərəfin maraqları toqquşur və mən burada tərəfəm. Hətta yadıma düşdü bir məhkəmə işi var idi. Çox gərgin, emosional bir iş idi. Böyük bir kommersiya mübahisəsi idi və digər tərəfin rəhbəri xanım idi. Birdən məhkəmə prosesi yekunlaşdı. Hakim qətnaməni elan elədi. Digər tərəf əmi bu xanım qayıtdı ki, Qasım müəllim, mən bilirəm sən onu niyə müdafiə edirsən? Sən ondan pul almırsan? Deyirəm, bəli, mən vəkil olaraq mən onun vəkiliyəm və biz aramızda müqavilə var. Mən o müqavilə çərçivəsində öz qonorarımı almışam. Yəni o baxımdan bəzən o da cəmiyyətdə bəzən yanlış təsəvvür olur ki, hüquqşünas düzü deməlidir. Hüquqşünas haqqı müdafiə etməlidir. Sözsüz ki, əgər vəkillərin elə bir öhdəliyi yoxdur ki, belə deyək də, yəni hakim ədalətli olmalıdır. Hakim qanunun verdiyi qanun və belə daxili namə əsasında kimin haqlı, kimin haqsız olmasına belə deyək qərar verir. Amma vəkil öz müştəri, o bəzən olur. Yəni bizim müştərimiz hesab edir ki, qanun çərçivəsində belə deyək də faiz nisbəti iləndir. 30% haqlıdır, 70% haqsızdır. Məhz o 30%-in realizə olunması üçün, real həyatda bir qarşılıq bulması üçün bir vəkil olaraq biz əlimizdən gələni edəcəyik və bu o demək deyil ki, digər tərəf desin ki, bəs sən axı görürsən 70% bu haqsızdır, niyə onu müdafiə edirsən? Və burada yenə çox vacib bir məqam var. Bizim vəkil həmkarlarımız hər zaman bu barədə belə deyil ki, belə podkastlar və ya video roliklərlə izah edir. Biz ən ağır cinayətkarı belə vəkil müdafiə edir. Çünki ən ağır cinayətkarın, qatilin belə müdafiə olunmaq hüququ var. Hətta türkcədə qəşəng bir söz var, deyir, savunma kutsaldır. Yəni müdafiə olunmaq müqəddəs bir hüquqdur. Hal-hazırda elə xalqımıza 30 il ərzində ağır cinayətlər törətmiş, insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər, separatçıların məhkəmə prosesləri gedir və orada da onları yenə müdafiə edən ölkəmizin qanunları çərçivəsində onların müdafiə olunmaq hüququnu həyata keçirən vəkillərimiz var. Yəni o baxımdan indi vəkil o şəxsi müdafiə belə deyək də, o şəxsin həyata keçirdiyi hərəkətləri, onların haqlılığını sübut etmir. Onun hüququnu, müdafiə olunmaq hüququnu həyata keçirir və sözsüz ki, əgər istənilən işdə, istər mülki işlərdə qarşı tərəfin vəkilinin və ya ta ki cinayət və inzibati xətalarda o prosesləri keçirən qurumların, istintaq orqanının və ya digər inzibati xətaları, icraatları həyata keçirən qurumların o prosesdə elədiyi səhvləri vəkil tapır. Ola bilsin ki, bəzən bizdə xüsusən bu inzibati xətalarla işdə çox olur. İnzibati orqan həqiqətən belə də hüquqi şəxsi və ya fiziki şəxsi cərimələyib, prinsip etibarıyla düzdür. Amma prosessual boşluqlara və prosessual səhvlər elədiyinə görə vəkillər müştərisinin fiziki şəxsi və ya hüquqi şəxsi müdafiə edir və məhkəmədə o qərarların, o icraatlara xitam verməsinə nail olurlar. İndi burada vəkillərə qınaq obyekti ola bilməz ki, siz axı görürsüz o bu xətanı verib. Bəli, ola bilsin ki, o fiziki şəxs o xətaya yol verib, amma qanunun imkan verdiyi çərçivədə vəkil qarşı tərəfin, belə deyək, buraxdığı səhvlərdən istifadə edərək bəzən o 30%-i 100%-ə gətirə bilər. Yəni bu da artıq vəkilin peşəkarlığı və işinə olan həvəsi və ortaya qoyduğu performansıdır. Aydındır. Təşəkkür edirəm belə geniş anlayış üçün. O zaman belə anlayırıq ki, vəkil sadə dildə desək ki, vətəndaşlar daha yaxşı başa düşsün, həm günahı olan, həm günahı olmayanların hər kəsin hüquqlarını qoruyur. Bəli, müdafiə edir və yaxşı belə bir sual verəcəm o zaman sizə. Siz bir vəkil kimi sizə müraciət olunduğu zaman o işin perspektivini təxmin edə bilirsiniz ki, bu işin perspektivi nə ilə nəticələnə bilər. Nəticəsinin belə deyim, uduzacağınız bir prosesi əgər öncədən görürsünüzsə, siz o tərəflə müqavilə bağlayıb onun hüquqlarını da müdafiə edirsiniz, yoxsa ona izah edirsiniz ki, bu məsələnin perspektivi yoxdur, yəni mən bu prosesdə iştirak etmək istəmirəm. Yəni sizdə necədir? Çox yaxşı sualdır. Əslində, bəncə bütün vəkil həmkarlarımızın qarşılaşdığı o dilemma deyək də, bu dilemma qarşısında heç olmasa ildə ən azı 1-2 dəfə qarşılaşırlar. Çünki
İş gəlir, siz iş oxuyursunuz. Bəzən vətəndaşın və ya hüquqi şəxsin rəhbərinin və ya hüquqşünasın verdiyi məlumatla işin içindəki iş materiallarındakı məlumatlar bəzən bir-birinə uymur və siz oxuyursunuz və ya vətəndaş gəlir sizə müəyyən məlumatlar verir və siz vəkil sorğuları ilə müəyyən belə deyək, müvafiq yerlərdən o sənədləri əldə edirsiniz, sübutları əldə edirsiniz. Sonra da baxırsınız ki, həqiqətən işin görünən, o ehtimal olunan nəticəsi uğurlu olmaya bilər. Və bu halda sözsüz siz vətəndaşa müraciət izah edirsiniz. Sözsüz orada hər vəkilin də belə deyək, təcrübəsi və hüquqi savadı ona imkan verdiyi ölçüdə vətəndaşa məlumat verir. İndi ondan sonra ola bilsin ki, bəzən vətəndaşlar deyir ki, yox biz mütləq yenə davam edək. Biz yenə belə deyək də o bir tərəfin mən canını yandırmaq istəyirəm. Bu söz çox istifadə olunur. İndi orada da artıq mən şəxsən o işlərə çıxmıram. Yəni bu mənim üçün belə deyək, bu mənim bir şəxsi dəyərimdir. Amma ola bilsin ki, bəzən yəni bu işlərə çıxan vəkil həmkarları da qınamaq olmaz. Yəni belə deyək də, çünki nəticə etibarilə vətəndaş məhkəmədə təmsil olunmağı, vəkil vasitəsilə təmsil olunmağı istəyir, hüquqlarının həm də vəkillər tərəfindən qorunmasını istəyir və bu zamanda burada da maraqlı bir məqam, vəkillə müqavilə hansı formada bağlanır? Yəni sualı vətəndaşlar üçün maraqlı ola bilər. Ümumiyyətlə vəkillər ya fərdi qaydada fəaliyyət göstərirlər, ya da vəkil qurumlarının daxilində fəaliyyət göstərirlər. Məhz vəkillərdən hüquqi yardım almaq üçün də ya fərdi vəkillə, ya da vəkilin təmsil olunduğu vəkil qurumuna müqavilə bağlamaq lazımdır və bu halda artıq vəkillər bizim vəkillər kollegiyasının təsdiq etdiyi qaydada order götürərək vəkil kimi səlahiyyəti başlayır. İndi bəzən bu məqam da çox yaranır. Müqavilə bağlanmadan xidmət göstərilə bilərmi? Çünki bəzən deyirlər ki, bir xırda bir işdir də, bunu elə baxarıq falan. Vəkilin səlahiyyətin yaranması üçün, yəni hər hansı bir işdə vəkil səlahiyyətin yaranması üçün onunla bir müqavilə bağlanılması lazım. Yəni bu bəlkə də bir dövrdən sonra yəqin bizim ölkəmizdə də bu çox aktual olmayacaq. Bəzən deyirlər, yəni bir məktuba görə mən niyə müqavilə bağlayım? Amma vəkil kimi səlahiyyətin yaranması üçün məhz fərdi vəkilsə fərdi vəkillə, yoxsa da vəkil qurumu ilə mütləq şəkildə o müqavilə bağlanılmalıdır. Çox gözəl bunu vurğuladınız. Çünki bəzən biz də bu hallarla rastlaşırıq mediasiya prosesində. Tərəflə danışırıq, tərəf deyir mən iştirak etməyəcəm, vəkilim iştirak edəcək. Sonra məlum olur biz vəkillə əlaqə saxlayırıq. Vəkil deyir bizim onunla mediasiyada iştirakla bağlı müqaviləmiz yoxdur. Və o özü iştirak eləməlidir ya da biz yeni bir müqavilə bağlamalıyıq onunla və bu əslində belə deyim, vətəndaşın bəlkə də özünün xəbəri yoxdur bu barədə. O düşünür ki, vəkillə müqavilə bağlayıb və vəkil onu artıq hər yerdə təmsil edə bilər. Daha maraqlı bir nöqtə toxundunuz. Hər yerdə. Həqiqətən bəzən misal üçün vətəndaşın misal üçün 3 ayrı mübahisəsi var. Tutaq ki, bir kredit aldığı bankla mübahisəsi var. Bir yandan tutaq ki, həyat yoldaşı ilə alimentlə bağlı problemi var. İş yerində belə müdiriyyətlə problemi var. Tutaq ki, müqavilə bağlanılır, tutaq ki, əmək mübahisəsi ilə bağlı, işçi ilə bir işçi olaraq müştərinin müdiriyyətlə olan mübahisəsi ilə bağlı vəkillər arasında və ya vəkil qurumu arasında müqavilə bağlanır. Yanlış bir gözlənti yaranır ki, bu artıq mənim vəkilimdir. Bu həm belə deyək, bankla olan mübahisədə də mənə köməklik göstərməlidir və ya belə deyək, yoldaşımla olan mübahisədə də mənə köməklik göstərməlidir. Bunu da aydın bilmək lazımdır ki, vəkillə müqavilə bağlayanda ona sifarişin mahiyyəti, o tapşırığın mahiyyəti nədirsə, o aydın bilinməlidir. Bu halda mənim ağlıma bu sual da gəlir. Mediatorla müqavilə necə bağlanır? Yəni tutaq ki, mən gəldim vətəndaş olaraq mediator Nərvin xanımla müqavilə bağlaya bilərəmmi? O necə olur? Mediatorla müqavilə bağlamır vətəndaşlar. Vətəndaşlar ilkin olaraq təklif göndərirlər qarşı tərəfə kiminlə mübahisəsi var. Daha sonra mediasiya təşkilatını seçirlər və həmin təşkilata müraciət edirlər. Təbii ki, burada bir aidiyyət qaydaları da gözlənilməlidir. Mediasiya təşkilatına müraciət etdikdən sonra təşkilat tərəfindən mediator təyin olunur həmin işə və sonra mediator tərəflərlə əlaqə saxlayır. Onlar üçün vaxt təyin edir. Hər iki tərəfə uyğun vaxtı müəyyənləşdirdikdən sonra onlara rəsmi şəkildə bir bildiriş göndərir və sonra onları mediasiya prosesinə dəvət edir həmin tarixdə. Ümumiyyətlə proses
2 mərhələdən ibarət olur. İlkin mediasiya sessiyasından və tam mediasiya sessiyasından. İlkin mediasiya sessiyasında tərəflər əgər qərar verirlərsə ki, problemlərini mediasiyada həll etmək istəyirlər və tam mediasiya sessiyasına keçmək istəyirlər, ilkin mediasiya sessiyası keçirilir. İlkin mediasiya sessiyasında əgər tərəflər qərar verirlərsə ki, onlar davam etmək istəyirlər, tam mediasiya sessiyasına keçmək istəyirlər, bu zaman onlar mediasiya təşkilatı ilə müqavilə bağlayırlar. Bu ilkin mediasiya sessiyası o nədir? Orada nə baş verir? İlkin mediasiya sessiyası zamanı mediator tərəflərə mediasiyanın mahiyyəti haqqında, prinsipləri haqqında ətraflı məlumat verir və tərəflərin problemlərini dinləyir. Onların istəklərini üzə çıxarmağa çalışır və bu zaman onlara təklif edir ki, problemi mediasiyada həll etsinlər. Tərəflər əgər qərarlıdırlarsa, prosesi davam etmək istəyirlərsə, o zaman tam sessiyaya keçmək haqqında mediasiya təşkilatı ilə müqavilə bağlayırlar. Yox, tərəflər əgər mediasiyada davam etmək istəmirlərsə, heç cür uzlaşa bilmirlərsə və məhkəməyə müraciət etmək istəyirlərsə, o zaman mediasiya təşkilatında mediator onlara arayış təqdim edir və onlar o arayışın əsasında məhkəməyə müraciət edə bilirlər. Vəkillikdə xidmət haqqı vəkillə müştəri arasında individual razılaşılır. Məsəl üçün bəzi vəkil həmkarımız birisi 1000 manat xidmət haqqına görə bilər, birisi 300 manata da görə bilər, birisi nə bilim 5000 manata da görə bilər. Bu hər bir vəkil həmkarımızın müştərisinə individual o xidmət haqqını razılaşırlar. Mediasiyada necədir? Yəni ümumilikdə mediasiyada, demək biz bildiyimiz kimi mediasiya 2 sessiyadan ibarət olur. İlkin mediasiya sessiyası və əgər tərəflər istərlərsə könüllü şəkildə tam mediasiya sessiyasına keçə bilərlər. İlkin mediasiya sessiyasının haqqı Nazirlər Kabinetinin qərarına əsasən sabit olaraq 50 manat müəyyən olunmuşdur. Yəni tərəflər və mediator başqa rəqəm müəyyən edə bilməzlər. Bəli, əgər burada bir razılıq olmayacaqsa, bir razılıq əldə edilməyəcəksə, yalnız tərəflərə arayış veriləcəksə 50 manat məbləğində ödəniş olacaqdır. Tam mediasiya sessiyasına keçid isə bu zaman mediasiya təşkilatı ilə tərəflər müqavilə bağlayır və bu müqavilə xidmət müqaviləsidir. Bəli, bu xidmət müqaviləsidir. Bu zaman tam mediasiya sessiyasının məbləği tərəflərlə mediatorlar arasında mübahisənin mürəkkəbliyinə əsasən, mübahisənin predmetinə əsasən müəyyənləşdirilir. Təbii ki, tam mediasiya sessiyasında mediator və tərəflər çalışacaqdır ki, bir razılıq, bir barışıq sazişi imzalasınlar, bir razılıq əldə etsinlər. Ancaq bu olmaya da bilər. Tam mediasiya sessiyasının nəticəsi olaraq onlar barışıq sazişi bağlamaya da bilər. Yəni nəticəsindən asılı olmayaraq həmin xidmət haqqı ödənilməlidir. Burada açıqda vəkillik də eynidir. Çünki nəticə etibarilə xidmət göstərilir. Bəli, vəkil də işinin sonunda ola bilsin ki, müştərisinin arzuladığı nəticə əldə olunmur, amma nəticə etibarilə vəkil hüquqi xidmət göstərib, əziyyət çəkib, qanun çərçivəsində o hüquqi xidmətlərin göstərilməsini təqdim edib. İndi belə başa düşdüm ki, mediasiyada da eyni şəkildə mediasiya xidmətləri göstərilir və tərəflərlə mediator işləyib. Lakin burada biraz vəkillik peşəsindən fərqləndirən məqamlar var. Hansı ki, baxın, mediasiyada tam sessiyaya keçmək könüllüdür. Yəni tərəflər artıq könüllü olaraq tam sessiyaya keçirlərsə, demək ki, orada hansısa bir razılaşmadan söhbət gedir, hansısa bir uzlaşmadan söhbət gedir. Siz deyirsiniz ki, əgər bunlar tam sessiyaya keçirsə, artıq ümid var ki, nəsə aralarında bir qığılcımlar var. Bəli, və təcrübə onu göstərir ki, tam sessiyaya keçən tərəflər həmin proses daha çox barışıqla yekunlaşır. Çox nadir hallarda bir barışıq əldə olunmaya bilər, ancaq əksəriyyəti barışıqla yekunlaşdırır. Yəni ona görə biraz vəkillik peşəsindən fərqlidir bu yanaşma. Çünki vəkillikdə tərəflər məhkəmə perspektivinin nə ilə nəticələnəcəyini biz bilmirik. Bilə bilmirlər. Hətta vəkil belə bunu tam olaraq bilə bilməz. Ehtimal edə bilərik. Ümumi məhkəmə praktikasını nəzərə alaraq müştəriyə məlumat verə bilərik ki, hal-hazırda ölkəmizdə həmçinin bəzi işlər üzrə vahid məhkəmə təcrübəsi də formalaşır. O barədə ümumi bir məlumat verə bilərik ki, tutaq ki, bu işlərə ümumi olaraq məhkəmələrə belə baxır, amma hər işin özünə məxsus tərəfləri olur və bəzən belə deyək, məhkəmədə çıxan yeni sübutlar, qarşı tərəfin arqumentləri baxırsınız ki, tam mənzərə dəyişir. Və orada bir məqam var ki, qərarı hakim verir. Və tamamilə doğru. Ancaq mediasiyada qərarı tərəflər verir. Ona görə mediasiyada udmaq şansları
öz əllərindədir. Yəni o prosesi barışıqla yekunlaşdırmaq, hər iki tərəfin mənafeyinə uyğun olaraq yekunlaşdırmaq tərəflərin öz əlindədir. Nərmin xanım, sözünüzü kəsmədən burada belə bir sual da gəldi. Son zamanlar ölkəmizdə boşanmaların sayının çoxalması ilə bağlı, eyni zamanda bəzən sosial mediada və elə bəzən elə mətbuatda mediatorlara qarşı da belə bir qarşı deməyim, ümumi olaraq şey olur ki, ölkəmizdə mediasiya institutunun yaranma əsaslarından birisi o idi ki, bu ailə mübahisələrinə töhfəsini versin. Yəni mediator ər-arvadı barışdıran bir şəxsdirmi? Yəni biz bunu belə deyə bilərikmi? Əslində bu yanaşma düzgün deyil. Çox təəssüf olsun ki, ailə mübahisələrində mediatoru fəaliyyətini bu cür qiymətləndirirlər. Barışdırmaq vəzifəsi yükləyirlər mediatora, ancaq bu təəssüf ki, belə deyil. Birincisi, mediatorun ixtiyarı yoxdur kimisə barışdırsın. Necə ki, nikah könüllü bir ittifaqdır. Həmçinin tərəflərin boşanması, boşanmaq istəkləri onların könüllü özlərinin verəcəyi bir qərardır. Mediator bəli, onlardan proses zamanı soruşur ki, fikrinizdə əminsinizmi, fikriniz qətidirmi boşanmaqla bağlı? O da belə deyim, mediatorun verdiyi o sualın altında həmin o həqiqətən də onların nikahın pozulmasında nə dərəcədə istəkli olub olmamasını müəyyənləşdirməkdir. Ancaq mediatorun əsas vəzifəsi ondan ibarətdir ki, onlar boşandıqdan sonra o münasibətlərini necə davam etdirəcək və yaxud da ki, boşandıqdan sonra onların əmlak mübahisələri, aliment məsələləri, uşaqların himayəsi, uşaqların xaricə çıxarılması, bu məsələləri onlar necə həll edəcəklər? Bir mənada sivil münasibətlərin sivil qaydada, yəni boşansalar belə sivil qaydada davam etməsinə töhfə vermək kimi başa düşəkmi? Bəli. Hətta belə deyim, barışdırmaq vəzifəsi deyil də nikahın davam etdirilməsinin şərtlərini müəyyən edə bilərlər tərəflər. Aha. Ola bilər ki, tərəflər əslində boşanmaq istəmirlər, ancaq mediatorun vasitəsilə müəyyən olunur ki, hər hansı bir şərtlər dəyişərsə, nikahın saxlanılması, davam etdirilməsi mümkündür. Bu zamanda bir barışıq sazişi bağlamaq mümkündür. Yəni mediator onlara bu cür yardımcı ola bilər. Bu zaman belə bir sual yarandı. Başqa gerçi biraz daha fərqli bir istiqamət aparıram. Belə ki, pulsuz qısa müddət əvvəl ölkəmizdə Mülk Prosessual Məcəlləyə bir növbəti bir dəyişiklik oldu. Pulsuz hüquqi yardımla bağlı bir məsələ. Belə ki, əvvəllər yalnız ali məhkəməyə kassasiya şikayətləri verilən zaman əgər bir nəfərin imkanı yoxdursa, yəni vəkillə müqavilə bağlamağa maddi gücü yoxdursa, həmin o qərarı vermiş məhkəməyə müraciət edərək onun vəkil xidməti ilə təmin olunmasını xahiş edirdi. Və amma artıq belə deyək, qısa müddət əvvəl qüvvəyə minən qanun maddəsinə əsasən artıq 1-ci və apellyasiya instansiyası məhkəməsində də tərəflər, əgər tərəf belə maddi gücü yoxdursa, məhkəməyə müraciət edərək vəkil xidməti ilə təmin olunmasını xahiş edə bilər və xüsusən burada müəyyən bir kateqoriyalar var ki, bu daha çox onların bu xidmətdən yararlanmasına belə qanunverici orqan xüsusi diqqət ayırıb. Bunlar kimlərdir? İstər məişət zorakılığından əziyyət çəkənlər, insan alverrinə qurban olanlar, eyni zamanda işsiz kimi qeydiyyatda olanlar, ha belə deyərdim, dövlətdən ünvanlı sosial yardım alanlar, hansı ki bunların artıq aydın şəkildə görsənir ki, bunların belə deyək, eyni zamanda 60%-dən çox orqanların funksiyasını itirmiş əlillər, bu şəxslər pulsuz hüquqi yardımdan istifadə etmək belə deyək imkanları var. Hansı ki dövlət büdcəsindən alınmış vəsait hesabına bu məsələlər belə deyək öz həllini tapır. Mediasiyada tutaq ki mən məhkəməyə getməliyəm. Amma ilkin mediasiya 50 manat dediniz, mən o pulu ödəyə bilmirəm. Bu halda qanunvericilikdə bununla bağlı vətəndaşın bu kimi ilkin mediasiya sessiyasının xidmətlərini almaq istəyir, ödəməyə gücü yoxdur. Yəni qanunvericiliyə bununla bağlı hər hansı bir imkan varmı? Bununla bağlı bir nə deyə bilərsiniz? Bəli, mediasiyada da belə bir qaydalar mövcuddur. Deməli, bir ünvanlı sosial yardım alan şəxslər üçün və bir də işsizlik kimi qeydiyyatda keçmiş şəxslər DOST xidmətindən arayış təqdim etməklə mediasiyadan pulsuz yararlana bilirlər və həmin məbləğ dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.
ödənilir. Ödənilir. Bəli. Məncə düşünürəm, istər mediasiya xidmətlərindən belə deyək, yararlanmaq istəyən, istər vəkil xidmətlərindən yararlanmaq istəyən şəxslərin bu kimi belə deyək də xüsusi qayğıya belə deyək, cəmiyyətin o həssas təbəqəsinin bu xidmətlərdən yararlanması üçün bu şəraitin yaradılması düşünürəm önəmli bir addımdır. Təbii ki. Nərmin xanım, bu zaman belə bir sual da olur və bu da bəzən istər vəkil həmkarlar arasında, istər də mediatorlar arasında bəzən bu müzakirələr olur. Vəkillərin mediasiya prosesində iştirakı mediator olaraq sizə bir köməkdirmi? Yoxsa sizin işinizi belə deyək də olmasalar daha yaxşı olardı və bu barədə sizin bir peşəkar mediator olaraq sizin fikriniz necədir? Mən vəkillərin mediasiya prosesində iştirakını vacib sayıram. Nəyə görə? Düzdür, tərəflərin özlərinin iştirakı mütləqdir. Çünki tərəflərin bir-birinə ötürəcəyi hisslər, emosiyalar, onların problemin kökünü özlərini daha yaxşı bilməsi, daha yaxşı nəticələr əldə etməyə bizə kömək edir. Yəni deyirsə, harda nə güzəştdirəcəklərini özləri yaxşı bilir. Təbii ki, özləri daha yaxşı bilir. Bəzən olur ki, onlar vəkilləri ətraflı məlumatlandırmırlar. Onlar yalnız vəkili onları təmsil etməsi üçün göndərirlər ki, prosesi idarə et. Yəni o kifayətlənirlər onunla, ancaq özləri gəldikləri zaman biz o problemi daha yaxşı görə bilirik, problemi daha yaxşı çözə bilirik, belə deyim. Və biz o problemin dərinliyində duran səbəbləri gördüyümüz zaman biz onlara daha faydalı ola bilirik bir mediator kimi. Və sonra vəkil burada nə edəcəksə, necə köməklik göstərir? Baxın, amma vəkilin iştirakı niyə vacibdir? Çünki bəzi mürəkkəb məsələlər olur ki, orada artıq bizə hüquqi suallar ünvanlandırır tərəflər. Baxırsan ki, onlar razılaşmaq istəyirlər, ancaq bir tərəddüdləri var. Yəni, əgər belə olsa görəsən məhkəmədə nə ilə nəticələnər? Əgər mən mediasiyada razılaşmasam, məhkəmədə nə qərar çıxa bilər? Və bu suallara təbii ki, məhkəmə perspektivi ilə bağlı biz heç birinə məsləhət verə bilmirik və hətta perspektivi görsək belə biz onlara bunu deyə bilmirik mediator kimi. Vəkilin iştirakı ona görə yaxşıdır ki, onlar o sualları vəkilləri ilə məsləhət edəcəklər. Vəkillər onlara düzgün yol göstərəcək. Əgər bu problemin məhkəmədə bir perspektivini vəkil görmürsə, izah edir onlara və onlar mediasiyada uzlaşırlar. Mediasiyada öz problemlərini həll edirlər. Mən belə başa düşdüm ki, əslində vəkilin olması insanın həm özünü güvəndə hiss etməsi, mediasiya iştirakçısının, həm də risklərin qiymətləndirilməsində və qərar verməsində vəkilin önəmli rolu var. Bəli, bəli. Ancaq mən məsəl üçün təklif edərdim ki, vəkil iştirak etsə də prosesdə, təmsil etsə də tərəflər özləri mütləq şəkildə prosesdə iştirak etsinlər. Əgər mediasiyada hər hansı bir yaxşı nəticə almaq istəyirlərsə, mütləq şəkildə tərəflər özləri də prosesdə iştirak etsinlər. Bəzən xüsusən son ölkəmizdə hal-hazırda ailə mübahisələri üzrə mediasiya işləri çoxdur. Yəni tərəflər deyir bir-birinin mən üzünü görmək istəmirəm. Yəni bəs onu siz necə mediator olaraq necə tənzimləyirsiniz? Bunu tənzimlənir mediasiyada. Bizim mediasiya təşkilatında 2 otağımız var. Hansı ki tərəflər bir-birlərini görmək istəmədikləri zaman ancaq gəlmək istəyirlər. Sadəcə istəyirlər ki, mediator orada bir vasitəçi rol oynasın və onların fikirlərini bir-birinə çatdırsın. Amma onlar üzbəüz görüşmək istəmirlər. Bu zaman biz onları ayrı otaqlarda əyləşdiririk və onlar bir-birini görmür və yalnız biz tərəflərin bir-birinin sözünü onlara çatdırırıq, onlara yardımcı olmağa çalışırıq. Bu şəkildə həll olmayan mübahisə qalmır deyirsiniz. Bəli, təbii ki. Qasım bəy, mənim sizə bir sualım var. Aha. Siz həm peşəkar vəkilsiniz, həm peşəkar mediatorsınuz, 15 saylı mediasiya təşkilatının da rəhbərisiniz. Mənə sizin təcrübəniz maraqlıdır. Yəni siz həm mediator kimi fəaliyyət göstərirsiniz, həm vəkil kimi. Mənə maraqlıdır ki, siz proses zamanı, mediasiya prosesi zamanı vəkillikdən mediatorluğa necə peşəkar bir keçid edirsiniz? Əslində düşünürəm bu çox bəlkə vəkil və mediator olaraq, çünki yanaşma tərzi çox fərqlidir. İlk dövrlərdə təlimçilərimiz bizə bunu deyəndə biraz bizə qəribə gəlirdi. Deyirdik ki, nə var ki? Amma hər kazusun içinə girəndə, hər ailə mübahisəsi olsun, kommersiya mübahisəsi olsun, əmək mübahisəsi olsun, fərq etmir. Təlimçimizin bir sözü var idi. Deyirdi, siz başınızda hansı şapkanın olduğunu dəqiq bilin.
və mediator şapkasımı, yoxsa hüquqşünas şapkasımı, yoxsa nə bilim mühəndis şapkasımı və o şapkanın deyirsiz fərqində olanda ki, siz hal-hazırda hansı statusdasınız. Məhz o statusa görə də addımları atın. Asan deyil sözsüz ki, və xüsusən də bəzən çox belə çətin ailə işləri olur və xüsusən xanımlar burada daha çox qrup belə deyək, zərər çəkmiş rolunda olur və çox çətin bir emosiya yüklü şəkildə sizdən hüquqi dəstək istəyir və siz orada o zaman deyəndə ki, mən sizi anlayıram, mən sizi anlayıram, amma mən sizə heç bir hüquqi köməklik göstərə bilmirəm deyirsiniz və o insanın baxışlarındakı o ızdırab mı deyək, əziyyət mi deyək, amma bir məqamda da siz deyirsiniz ki, mediasiya sahəsində sizə bir etimad var, dövlətimiz tərəfindən mediasiya təlimçisisən, sən mediatorsan, mediasiya sahəsində belə deyək, bir fərqindəlik yaratmaq istəyən bir şəxssən. Bu halda emosiyalarını saxla, duyğularını saxla, o peşə səndən nəyi tələb edirsə, sən onu deyir. Çünki burada mən həmişə bütün mediator həmkarlarıma da onu deyirəm. Burada bizim qarşımıza iki məsələ var. Bir, həmin o an hər hansı bir şəxsin probleminə bəlkə nəsə biz çarə olacağıq. Tutaq ki, mediatoruq və birdən vəkilliyimiz orada belə vəkilliyimizə zərurət var. Həmin bəlkə də o insanın həyatında biz çox şey eləyə bilərik. Bəlkə xırda bir məsləhətdən çox bir nəticə yarada bilərik. Amma bu yandan da ölkəmizdə bir mediasiya ənənəsinin, mediasiya mədəniyyətinin formalaşmasına biz cavabdehik. Biz buna görə təlimlərdən keçmişik, buna görə mediasiya şurasının üzvüyük ki, ölkəmizdə düzgün mediasiya mədəniyyətinin formalaşmasına biz töhfə verək. Ola bilsin ki, o an biz bir insanın həyatına nəsə köməklik göstərdik, amma bu istiqamətdə biz ümumi olaraq ölkəmizdə mediasiya ənənələrinin düzgün formalaşmasına böyük bir zərbə vururuq. Bəli. Və bu 1, 2, 3, 4 və bir məqamdan sonra artıq biz mediator olaraq bizə olan etimadı, güvəni sarsıtmış oluruq. Yəni mən istənilən məqamda bu belə bir kazusla qarşılaşanda ki, mənim vəkilliyim orada xahiş olunur ki, nəsə bir köməklik göstər. Köməklik də bəzən də ən çox istifadə olunan sözlərdən birisi narahat olmayın, aramızda qalacaq. Ola bilsin ki, aramızda qalacaq, amma mən daxilən bilirəm ki, mənim bu hərəkətim səhvdir və bu mediasiya təlimçisi, mediator olaraq da və bir təşkilat rəhbəri olaraq da mənim bu hərəkətim ölkəmizdə mediasiya ənənələrinin formalaşmasında bizə olan etimada da bir zərbə olacaq. Və o baxımdan çalışıram ki, daxilən o balansı saxlayım. Asandır, asan deyil. Asan deyil. Burada mən də bir şey əlavə eləmək istəyirəm ki, vəkillər vətəndaşların hüquqları ilə məşğul olur. Yəni onların hüquqlarını müdafiə edir. Amma mediatorlar tərəflərin belə deyim, maraqlarına fokuslanırlar. Və hüquqlar, vəzifələr bunlar qanunla tənzimlənir. Ancaq maraqlar onları tərəflərin ehtiyacları ilə, onları motivasiya edən hərəkətlərlə, onların gələcəkdəki münasibətləri ilə əhatə olunur. Hər insanda və o maraqlar başqa cürdür. Bəli, ona görə də vəkillər əgər hüquqları müdafiə edirsə, mediatorlar da öz peşəkar bacarıqları ilə tərəflərin maraqlarının təmin olunmasını təmin edirlər. Tamamilə doğru. Ona görə də bu iki peşə bir-birindən çox fərqlidir və düşünürəm ki, bizi dinləyənlər üçün də artıq vəkil və mediatorların peşə fərqliliyini bəli, artıq biz onlara çatdırmış oluruq. Son olaraq Qasım bəy sizdən son zamanlar çox aktual olan bir mövzu barəsində soruşmaq istərdim. Süni intellektlə bağlı. Bilirik ki, süni intellekt öz inkişaf mərhələsini yaşayır və sürətli inkişaf edir və artıq bildiyimə görə bir çox ölkələrdə bu bir çox peşələrdə tətbiq olunur və təbii ki, bu bir çox sahələrin də format olunmasına gətirib çıxaracaq. Hüquq sahəsində süni intellekti necə görürsüz? Və bildiyim qədərilə bu yaxın zamanda Səudiyyə Ərəbistanın paytaxtı olan Riyad şəhərində beynəlxalq bir konfransda olmusunuz, hansı ki, dünya hüquqşünaslarının və mediatorlarının iştirak etdiyi bir konfrans idi və orada da bildiyim qədərilə süni intellektlə bağlı bir çox müzakirələr olunubdu və hüquq sahəsinə təsirini necə görürsüz? Hansı müzakirələr oldu orada və maraqlı məqamları bizimlə də paylaşarsınız? Çox sağ olun. Əslində belə deyim, təşəkkür edirəm sual üçün.
süni intellektlə bağlı hal-hazırda bəşəriyyətin qarşılaşdığı indiki bu situasiya deyək, vəziyyəti harasa 200-300 il əvvəl sənaye inqilabı ilə müqayisə edirlər. Belə ki, 200-300 il əvvəldə ilk dəfə zavodlar, fabriklər qurulanda fəhlələr, işçilər o zavodları, o qurğuları yandırırdılar, dağıdırdılar ki, artıq belə deyək, bizim əməyimizə ehtiyac qalmayacaq. Həqiqətən də bir tutaq ki, aparat, bir qurğu 20-30 fəhləni artıq əvəz edirdi. Və indi də artıq süni intellektin də bu şəkildə inkişaf səviyyəsi bəzi peşələrdə xüsusi suallar yaradıb. Bəli. Və iştirak etdiyim o beynəlxalq konfransda da mübahisələrin həllində süni intellektin istifadəsinin qeyri-adi nəticələri paylaşıldı. Bu həqiqətən belə beyin donduran bir belə deyək təqdimatlar idi. Bəs mediasiya sahəsində süni intellekti siz necə görürsüz? Orada hansı müzakirələr oldu? Çünki bildiyimiz kimi mediasiyada mediator daha çox vətəndaşların emosiyaları ilə, maraqları ilə işləyir. Onların istəkləri ilə çalışır və süni intellekt sizcə bunu bacaracaqmı? Əslində mediasiyada süni intellektin hansı şəkildə istifadə olunacağı o biraz məndə də belə deyək çoxlu sualı var. Amma belə deyək, biz təlimlərdə də öyrənmişik ki, insanlar mediasiyaya, üçüncü şəxsin belə deyək, vasitəçiliyinə nə vaxt ehtiyac duyurlar, öz aralarında danışıqlar nəticə vermir və ondan sonra artıq üçüncü neytral bir şəxsin vasitəçiliyinə bu məsələnin həllinə inanırlar və mediasiyaya gəlirlər. Hal-hazırda mənim müşahidələrim və o konfransda gördüklərim süni intellektin o üçüncü şəxsin iştirakından bir öncəki mərhələdədir. Daha çox tikinti və böyük podrat müqavilələrində artıq bu ciddi şəkildə istifadə olunur. Yəni ümumi məntiq belə deyək də bu süni intellektdə yüz minlərlə məhkəmə işləri yerləşdirilir. Daha çox ümumi hüquq, common law dediyimiz hüquq sistemində daha çox ki, orada məhkəmə president məsələsi biraz daha aktualdır. Yüz minlərlə, yox, 10 minlərlə, 100 minlərlə məhkəmə qərarı süni intellektə yüklənir. Ondan sonra analoji kazusların həll, yəni qarşılıqlı danışıqlarına həll olmuş variantlar, onlar süni intellektə verilir və tutaq ki, iki şirkət arasında mübahisə olanda tərəflər bir tərəf öz arqumentlərini əlavə edir, digər tərəf öz arqumentlərini əlavə edir və sonra tərəflər qarşılıqlı bir-birinin arqumentlərinə qarşı kontrarqumentlərini təqdim edirlər və qısa müddət sonra, yəni bu dəqiqələrlə ölçülür, süni intellekt bu milyonlarca səhifə sənədləri təhlil edərək o məsələyə uyğun bir nəticə verir. Bəli, orada da bu xüsusilə vurğulanırdı ki, hal-hazırda əsas mənfi tərəf deməyim, hal-hazırda cavab tapıla bilməyən süni intellektinin məhz emosiya tərəfidir. İqtisadi olaraq maraqlarına uyğun olmayan nəticələrə də razılaşa bilirlər. Çünki aralarındakı o şəxsi münasibət, dəyər, hörmət, hansı ki, sırf insan olmamızla bağlı olan məsələlərdir. Adam çox rahatlıqla, hal-hazırda vəkil kimi bir kommersiya kazusum var. Orada mənim tərəfim rahatlıqla 500 min manatdan imtina eləyir ki, biz uzun illərdir biz bu işi edirik. İndi qarşı tərəfdə bu vəziyyət var. Yox, mən 500 min güzəşt dedim ki, yəni bunun vəkil olaraq mən anlamıram. Yəni iqtisadi tərəfi heç bir izahı yoxdur. Amma tərəflər arasındakı o qarşılıqlı hörmət və etimad adamın 500 min manat güzəşt etməsinə əsas verir. Hal-hazırda süni intellekt bunu hansı formatda icra edəcək? Bu hələ məlum deyil. Bu sualdır. Amma ki, ümumi olaraq dünyanın tanınmış hüquqşünaslarının üzündə belə deyək, xalq dili ilə bir qeyri-adi bir mimika var idi ki, bizim axırımız hara gedir. Keçən bir vəkil həmkarımız da sosial mediada paylaşmışdı. Bəlkə də 100 il daha keçəcək, süni intellekt daha fərqli bir boyuta gələcək, amma nəticə etibarilə insan amili, insan zəkası və insanın duyğuları, yəni sadəcə axı biz beləlikdə davranışlar düzdür, süni intellektdə o davranışlar edir, amma o davranışın arxasında bir düşüncə və inanc var, psixoloqların da mövzu sahəsinə girməyim. Düşünürəm süni intellekt hələ o səviyyəyə gəlməyəcək. Amma mediasiyada süni intellekt necə olacaq? Bəlkə xüsusən böyük kommersiya kazuslarında ola bilər ki, mediatorun mübahisələri anlaması, yəni mübahisənin içinə tam girməsi və fərqli aspektləri görməsi. Çünki indi biz bu işlərdə nə edirik?
daha çox tərəflərlə danışaraq bir nəticə əldə etməyə çalışırıq ki, Bəli, yəni bizə bəli. aydın olaq, mübahisənin içinə girək, icebergin görünməyən tərəflərini müəyyən edə bilək ki, tərəflər ümumiyyətlə nə istəyir? Tələbləri budur, amma tələbin arxasında əsas maraqları, ehtiyacları nədir? Bəlkə də o mübahisənin, o icebergin görünməyən tərəfə enmənin əldə edilməsi üçün bəlkə də süni intellektin bizə faydası olacaq. Amma hər halda bunu zaman göstərəcək. Bəşəriyyət çox fərqli bir eraya və tam doğru, fərqli bir eranın girişindədir deyə düşünürəm. Elədir. Qasım bəy, mən sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox maraqlı söhbət oldu. Çox maraqlı məlumatlar paylaşıldı. Düşünürəm ki, bu vətəndaşlar üçün də faydalı olacaqdır. Sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm, dəvət elədiniz və düşünürəm ki, bu qəbildən müzakirələr hüquqi maarifləndirmə adına və insanların ən azından fərqli peşələr, bir-birinə yaxın olan, amma nəticə etibarilə fərqli peşələr arasında o fərqlilikləri görmə, o önəmli olan məqamları anlama adına faydalı olacaq. Bəli. Sağ olasınız. Sağ olun.